Salyan polisi quldurluq və soyğunçuluqla məşğul olan cinayətkar dəstəni zərərsizləşdirib. Onların 8 üzvündən 4'ü yaxalanaraq polis şöbəsinə gətirilib. Salyan rayonunun polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində quldurluq və soyğunçuluqla məşğul olan Bakı şəhəri Hövsan qəsəbə sakinləri 20 yaşlı Babək Əhmədov, 23 yaşlı Zaur Hüseynov, 17 yaşlı Camal Namazov, Bakı şəhəri Binəqədi rayon sakini 18 yaşlı Fərid Rəsulov, Cəllabad rayonu Hasıllı kənd sakini 15 yaşlı Həsən Mirzəyev, Bilasuvar rayonu Bəydili kənd sakini 15 yaşlı Fərid Mirzəyev saxlanılıblar. İlkin istintaq zamanı məlum olub ki, həmin şəxslər 12 avqust 2015-ci il, 13 iyun 2016-cı il aralığında olan tarixdə gecə saatlarında Salyan rayonunun Xalaç kəndində yerləşən ərzaq mağazasından ümumilikdə 1258 manat dəyərində, Ərəb Qardaşbəyli kəndində yerləşən ərzaq mağazasından 2000 manat dəyərində, Ələt Astara avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 57-ci kilometrliyində yerləşən mağazadan 1500 manat dəyərində, Şorsulu kəndində yerləşən mağazadan 2000 manat dəyərində, Quyucu kəndində yerləşən mağazadan ümumilikdə 1594 manat dəyərində müxtəlif çeşidli siqaretlər, ərzaq məhsulları, spirtli içkilər, geyimlər, parfümeriya məmulatları, mobil telefon kartları və texniki avadanlıqlar uğurlayaraq vətəndaşlara külli miqdarda ziyan vurublar. Eyni zamanda adı çəkilən şəxslərin digər ətraf rayonlarda da müxtəlif vaxtlarda oğurluq etməsi barəsində istintaq məlumatları əldə edilib. 13 noyabr 2015-ci il tarixdə gecə saatlarında Qabaqcadan əlbir olub silah qismində istifadə etdikləri dəmir predmet tətbiq etməklə Salyan rayonu Qalalı kəndində yerləşən vətəndaşlara məxsus fərdi yaşayış evlərinə daxil olub, zərərçəkmiş şəxslərə müxtəlif xəsarət yetirməklə quldurluq etmişlər. Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi açılıb, cinayətkar qrupun digər üzvlərinin axtarışları isə davam etdirilir. Məhəmməd Rzayev, Vüqar Məlikov, Salyan.